Ali təhsilimi 1982-89-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Hidrologiya və Mühəndis Geologiyası fakültəsində dağ mühəndisi hidroloq ixtisası üzrə bitirmişəm. Əmək fəaliyyətimə 1982-ci ildə Xəzər Qazma Neft-Qaz Sənayesi İstehsalat Birliyinin Bulla Dəniz Kəşfiyyat Qazma İdarəsində yardımçı fəhlə olaraq başlamışam. Burada geoloji şöbədə geoloq vəzifəsinədək yüksəlmişəm. 2003-2006-cı illərdə Azərineft İnformatika Hesablama Mərkəzinin Geoloji Arxiv Fondunun rəisi vəzifəsində çalışmışam. 2006-2007-ci illərdə SOCAR-ın Azneft İstehsalat Birliyinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Geoloji Arxiv Fondu və Kitabxana Fondunun müdiri vəzifəsini icra etmişəm. 2007-ci ildən indiyədək Azneft İstehsalat Birliyinin İdarə Etmə Aparatının Geoloji Fond şöbəsinin rəisi vəzifəsində çalışıram. Neftçi olmağımla fəxr edirəm.